Değerli şagirdler, bu funksiyanın xüsusiyyətlərinə diqqət yetirin. Bakın bu parabola necə değişir? Şagirdler, derse fikir verin. Şagirdlərin fokus səviyyəsi çox zəifdir. Müəllim olsam da deyirəm ki, şagirdlərin fikrini dərsə yönəltmək olmur. Bu məsələnin həll yolu tapılmalıdır. Müəllimlər şagirdlərin dərsə olan marağından gileylənir. Bu məsələnin həll yolu tapılmalıdır. Mənim ağlımda bir fikir var. Təhsildə yeni era. Əla, alınır. Bizdə alındı. Biz bu qurğunu sınaqdan keçirməliyik. Düz deyirsən. Bəlkə bunu hər hansısa sinifdə yoxlayaq? Eşidirsən? Oradan səslər gəlir. Gəl bu sinfə girək. Əziz şagirdlər, hal-hazırda sizin başınıza qurğu taxacağıq və bunun sizin fokus səviyyənizə necə təsir etdiyini yoxlayacağıq. Afərin, hər biriniz dərsə fokuslanmısınız. Artıq şagirdlər dərslərinə daha diqqətlə yanaşır. Bu çox sevindirici haldır ki, belə bir cihaz icad olunub. Bu cihaz biz müəllimlərin işini xeyli asanlaşdırdı.